Rusiya və Avropa ilə münasibətlərimizin hansı məcrada inkişaf eləməsinin birbiri ilə əlaqəsi varmı? Təşəkkür edirəm. Əvvəla onu qeyd edeyim ki, var, mütləq mənada var. Çünki nə qədər ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmamışdı və Qarabağ konflikti aktiv fazadaydı, Rusiya ilə Azərbaycan həmişə balanslaşdırılmış və Rusiyanın maraqlarını da nəzərə alan bir siyasət yürüdürdü. Çünki regiona təsir etmə imkanları Rusiyanın olduqca geniş idi. Azərbaycanın təhdid imkanları böyük idi. Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi kontekstində suverenliyinin və ərazi bütövlüyünün bərpası təhlükəsi var idi. Müxtəlif dönəmlərdə təklif olunan variantlar heç də Azərbaycanın xeyrinə deyildi. Təklif olunan variantlarda Rusiya hər zaman Cənubi Qafqazda qalmağın yollarını və nədənlərini axtarırdı, səbəblərini və nəticələrini özü üçün müəyyənləşdirirdi və yola da bu istiqamətdən çıxırdı. Buna görə də Azərbaycan məcbur olurdu ki, bu istiqamətdə ən azı Rusiyanı qıcıqlandıran və yaxud da Rusiyanı Ermənistan-Azərbaycan konfliktində aktiv fazaya çıxara bilən birbaşa münaqişəyə və yaxud da birbaşa cəbhə bölgəsinə gətirə bilən addımlara rəvac verməsin. Çünki biz Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsi kontekstində birbaşa cəbhədə olduğu dönəmləri də görmüşük. Yəni, nə qədər qeyd etsələr də ki, bu Ermənistanın və yaxud da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin özü müdafiə qüvvələrinin gücü hesabına baş verib. Hər kəs bilirdi ki, istər 26 fevral 92-ci ildə Xocalı soyqırımının törədilməsində 366-cı alayın iştirakı, istər sonraki rayonların işğalında Rusiya qüvvələrinin birbaşa təmas xəttində olması, ərazidə ermənilərə kömək etməsi, o cümlədən də növbəti mərhələlərdə atəşkəs dönəmində xüsusilə milyardlarla silahın Ermənistana verilməsi Rusiyanın bu konfliktdə birbaşa iştirakını xarakterizə edən və yaxud da nümayiş etdirən, göstərən amillərdən biridir. Ona görə də Azərbaycan bu istiqamətdə balanslı bir xətt yürüdürdü. Balanslı deməyək də daha çox Rusiyanı qıcıqlandıran bir xətt yürütməməyin tərəfdarı idi. Amma indiki mərhələdə artıq Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində əhəmiyyətli addımlar atılandan sonra, xüsusilə 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarında sülh müqaviləsinin paraflanmasından sonra daha intensiv sülh danışıqlarının və ikitərəfli sülh danışıqlarının aparılması Azərbaycanı bu istiqamətdə daha açıq və gələcəyini müəyyənləşdirən siyasət yürütməyə məcbur edir. Azərbaycan Avropa coğrafiyasındadır. Azərbaycan Avropa coğrafiyasında olduğu üçün bütün əlaqələrini və imkanlarını Avropaya daha çox yönləndirir. Elə sizin efirlərdə oponentlərimiz də olub dəfələrlə bu istiqamətdə danışmışıq və mən iqtisadiyyatdan xeyli nümunələr gətirmişəm ki, Azərbaycan Rusiya ilə bir yerdə deyil, Azərbaycan başqa ölkələrlə də bu istiqamətdə bir yerdə deyil. Bizim strateji müttəfiqlərimizin hamısı Avropa ölkələrindədir və əgər biz iqtisadiyyatımızı Avropa istiqamətində və Avropa ölkələrindən qurmuşuqsa, demək ki, siyasət də gec-tez üzünü, vektorunu bu istiqamətə çevirə biləcək. Buna görə də hesab edirəm ki, indi Azərbaycanın daha sıx təmasları və intensiv görüşləri təsadüfi bir hadisə deyil. Bütün bunların hamısının arxasında uzun müddətdən hazırlanmış bir proqram, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində əhəmiyyətli dönüşün əldə edilməsi məqsədi gözlənilirdi. O məqsədlərə nail olunandan sonra bugün Avropa ilə açıq demək, münasibətlər sistemə gedir. Əgər əvvəl bu münasibətlər sistemi təkcə enerji daşıyıcıları istiqamətində idisə, indi artıq çox şaxəli istiqamətdə münasibətlər sistemi qurulur. İqbal bəy, bu xətt davam eləyəcəkmi bu mərhələdən sonra? Əgər deyirsinizsə ki, əvvəlcədən hazırlanmış əslində bir yoldur. Bu xəttdən geri dönüş yoxdur. Çünki bizim aid olduğumuz coğrafiya var, bizim aid olduğumuz yer var. Bilirsiniz, biz Avropa məkanındayıq. Bizim strukturlarımız, bizim konvensiyalara qoşulmağımız, bizim beynəlxalq təşkilatlarla ünsiyyətimiz
hamısı bu Avropa məkanında olan strukturlarla bağlıdır. Biz düzdür, İslam Ölkələri Təşkilatında üzvüyük, biz qoşulmama hərəkatında da varıq. Lakin biz istər qanunvericilik bazasının təkmilləşdirilməsində və idarəetmə mexanizmlərində, istər Avropa Şurasında, istər ATƏT çərçivəsində, istərsə də Avropa Birliyi ilə münasibətlər sistemində özümüzün harda olduğumuzu əvvəlcədən nümayiş etdirmişik, göstərmişik və biz bu coğrafiyada olduğumuzu təsdiq etmişik. Digər tərəfdən Cənubi Qafqaz Respublikaları hamısı Avropa coğrafiyasında özünü hiss edir. İki tərəfli münasibətlər və çox tərəfli münasibətlər sistemində də. Biz isə Cənubi Qafqazda iki digər respublikadan ayırıb əlahiddə qaydada başqa coğrafiyaya aid etmək də mümkün deyil. Amerika Birləşmiş Ştatlarında, Avropanın da Cənubi Qafqaza münasibəti bütövdür, tamdır. Ona görə də bu xətt hələ artan dinamika üzrə inkişaf edəcək, nəinki geriyə gedən və o bütün sferalara sirayət edəcək. İdarə etmədən, münasibətlər sistemindən, birliklərdə iştirakdan və s. tutmuş, yavaş-yavaş Avropada həqiqəti dərk edəcək. Əgər əvvəllər bizim üzərimizə Avropadan olan millət vəkillərinin daha çox gəldiyi məsələ Ermənistan-Azərbaycan münaqişəsi və Qarabağ məsələsi idisə, bu kontekstdən çıxandan sonra artıq bu daxili məsələlərə, demokratikləşmə, insan haqları və s. məsələlər artıq gerçək prizmadan təhlil olunacaq. Daha əvvəlki prizmadan Ermənistan-Azərbaycan münaqişəsindən yox. Düzdür, hələ elementlər var. Azərbaycanda cinayət törətmiş ermənilərin mühakiməsinə hələ insan haqları və ya azadlıqları pəncərəsindən baxanlar var. Amma çox da yüksək səslə gəlmir bu səslər. Bəli, çox artıq yavaş-yavaş bu səslər də azalır və hesab edirəm ki, həqiqət yavaş-yavaş öz yerini tutacaq və biz Avropa ilə tam bərabər hüquqlu üzv və normal dövlətlərlə münasibətlər sistemində yeni mərhələyə başlayacaq.